İranda qərar qəbul edən, əmr verən yüksək səlahiyyətli şəxslər bir gündə öldürülsə də, ölkədə hərbi siyasi sistem çökmədi. Ali dini lider, müdafiə naziri, qərargah rəisi, kəşfiyyatın rəhbəri və bir sıra generallar fevralın 28-də öldürüldü. Buna baxmayaraq İranda xaos olmadı. Əksinə, planlı şəkildə Birləşmiş Ştatlar və İsrailə qarşı hücumlar həyata keçirildi. Buna səbəb İranın 23 il əvvəl qəbul etdiyi mozaika müdafiə doktrinasıdır. Bu strategiya nədən ibarətdir? İran 2003-cü ildə Amerikanın İraqı işğal etməsindən sonra mozaika müdafiə adlı çoxqatlı təhlükəsizlik sistemi qurdu. Bu sistemin mahiyyəti rejimin taleyini tək bir liderə bağlamamaqdır. Ali rəhbər, prezident və ya yüksək rütbəli komandirlərin hədəf alınması halında ölkədə avtomatik olaraq parçalı siyasi hərbi mexanizm işə düşür. Bu strategiyanın əsas mahiyyəti ölkənin asanlıqla işğal edilməsinin qarşısını almaqdır. İslam İnqilabı Keşikçilər Korpusunun ölkənin bütün vilayətlərində qərargahı var. Yerli strukturlar fövqəladə vəziyyətdə Tehrandan göstəriş almadan qərar vermək səlahiyyətinə malikdir. Əgər düşmən paytaxt Tehranı vursa və ya mərkəzi rabitə sistemini sıradan çıxarsa, hər bir vilayət vahid ordu kimi deyil, müstəqil bir qala kimi döyüşməyə davam edir. Yəni, İslam İnqilabı Keşikçilər Korpusu hər bir vilayətdə öz hərbi infrastrukturunu, arsenalını və komandanlıq zəncirini qurub. Hər bir yerli komanda mərkəzdən əmr almadan müdafiəni təşkil etmək və qərar vermək səlahiyyətinə malikdir. Mozaika müdafiə doktrinasının məqsədi düşməni mütləq şəkildə məğlub etmək deyil, işğalın bədəlini artırmaqdır. Yəni, düşmən başa düşməlidir ki, İranın bir hissəsini tutsa belə, hər bir kənddə, hər bir küçədə yeni və müstəqil bir müqavimət ocağı ilə qarşılaşacaq. Bu, başı kəsilmiş bir bədənin hər bir üzvünün müstəqil hərəkət etməsinə bənzəyir.